Var. 20 sınaq 9-cu sinif sonra 20 sınağın 7-ci sınağıyla devam edirik. Əvvəlcə həmişə kimi listeninə baxırıq. Qulaq asırıq. Unit 7. Listen to the passage and answer the questions from 1 to 4. Lakes are some of the biggest attractions for tourists from all over the world. They have definite features that include being salty and fresh. Some lakes are small, but others are bigger than normal. These are some of the features that make the lake strange to attract attention. One of the world's strangest lakes is Boiling Lake. This is in the Dominican Republic and not a good place for you to consider swimming. It keeps on boiling. As a result, its waters are extremely hot. The bubbling whirlpool set the central point of the lake, so it's extremely unsafe. The edges of the lake are safer than the center, but on the average, temperatures are still 80 to 90 degrees Celsius. The temperature at the center cannot be measured. This lake came into existence as a result of volcanic activity, so it is changeable, and crossing over it is one of the most dangerous things to do on Earth. Yeniden qulaq asırıq. Unit 7. Listen to the passage and answer the questions from 1 to 4. Lakes are some of the biggest attractions for tourists from all over the world. They have definite features that include being salty and fresh. Some lakes are small, but others are bigger than normal. These are some of the features that make the lake strange to attract attention. One of the world's strangest lakes is Boiling Lake. This is in the Dominican Republic and not a good place for you to consider swimming. It keeps on boiling. As a result, its waters are extremely hot. The bubbling whirlpool set the central point of the lake, so it's extremely unsafe. The edges of the lake are safer than the center, but on the average, temperatures are still 80 to 90 degrees Celsius. The temperature at the center cannot be measured. This lake came into existence as a result of volcanic activity, so it is changeable, and crossing over it is one of the most dangerous things to do on Earth. Suallara baxırıq. Choose a correct answer to the question according to the passage. Mətnə görə düzgün cavabı seçin. Why is the center of the lake unsafer than its edges? Niyə çayın, gölün kənarları mərkəzi kənarlarından daha təhlükəsizdir? Because of the bubbling whirlpool, köpüklənən burulğanlara görə, at the central point of the lake, gölün köpüklənən buruqlarına görə. Əlbəttə ki, cavabımız buydu. Yəni də digər variantlara baxaq. Because of the low temperature at the central point of the lake, gölün mərkəzində olan aşağı temperatura görə xeyir. Because of the normal size of the lake, normal ölçüsünə görə. Because of the bubbling whirlpool at the edge of the lake, kənarlarda köpüklənən burulğanın olmasına görə xeyir bu mərkəzdə idi. Because of the volcanic activity in the lake, göldə olan volkanik fəaliyyətlərə görə xeyir. İkinci sualımıza baxırıq. Boiling Lake appeared, qaynayan göllər meydana gəldi. By itself, xeyir, öz-özünə meydana gəlməyib. As a result of high temperatures, yüksək temperaturlara görə deyil. After bubbling whirlpool began, köpüklənən burulğanlar başladıqdan sonra xeyir. Before the volcanic activity, before yox. As a result of volcanic activity. Vulkan biraz sərbəst oldu. Qələmimizi dəyişək. Ən yaxşısı. Nəsə buraya yazaq, deyibəndi. Sorry,
niyə deyim? Result, nəticəsinə görə, vulkan aktivitelərinin nəticəsinə görə. What's the passage mainly about? Mətn adətən nə haqqındadır? The unswimmable lake. Bəli, üzülə bilməyən göldən söhbət gedir. 4-ə baxırıq. Decide whether the statements are true or false. Qərara gəlin ki, statementlər düzdür və yaxud da səhvdir. This strangest lake continues boiling. Bu qəribə göl qaynamağa davam edir. True, bəli, düzgündür. A bəndi. Lakes haven't any different features which makes them strange. Onları qəribə edən xüsusiyyət yox idi. Xeyr, niyə yox idi ki? Axı biz dedik bunlar qaynayır. Bu da bir bəndi. Belə daha yaxşıdır elə bir, hə? Bir dəqiqə. 4-də girib ara çıxdıq. 4-də A, 4-dəki də B. It is very dangerous to cross over boiling lake. Bəli, qaynayan gölü keçmək çox təhlükəlidir. True. Adından da görünür ki, bu qaynayandır. Qaynayan gölü necə keçək? The temperature at the central point of the lake is measurable. Gölün mərkəzində olan temperatur ölçülə biləndir. Xeyr, ölçmək olmur axı o temperatur. 5-ci suala baxaq. I lost my brown color handbag with A written near the handle while traveling by bus route No 1880 from Bayıl to the 7th micro district. Mən qəhvəyi rəngdə olan əl çantamı, ayazısı olan, tutacağında ayazısı var idi. Bayıldan mikro rayona 7-ci mikrorayona gedən zaman 88-ci marşrutda itirdim. There are some valuable documents of mine like my senior secondary pass certificate. Orada mənim çoxlu dəyərli əşyalarım var idi. Bir də ikinci aldığım sertifikat. Finder will be rewarded. Tapılan mükafatlanacaq. If you find it, kindly contact at phone 2194 or 176. Əgər siz onu tapsaz 562 2194 və yaxud biz 562 2194 və yaxud 176 deyə deyirik nömrələr, ancaq ingilislər tək-tək sayırlar. Süleyman Sani Axundov Street, Bakı. Bakıda Süleyman Sani Axundov küçəsi. Deməli, variantlara baxırıq. The finder of the lost brown handbag will be rewarded. Bəli, tapılan mükafatlanacaq. Eybəndi. Sərqəsli oldu. Niyə belə gedir axı? Eybəndi. B-yə baxırıq. Luckily, the person's senior secondary pass certificate isn't in the lost handbag. Xeyr, o içindəydi. The person lost his handbag while returning from the qayıdarkən yox, travel edərkən, səyahət edərkən. Every day the person travels by bus route No. Hər gün bu basla səyahət edir. Bu bizə lazım deyil axı. Bizə çantasını itirməsi lazımdır. A written on the handbag will help to find it. A yazılan əl çantası, onun tutacağında A yazılıb. Onun görəcəyimiz Eybəndidir. My dearest Ruhi, mənim əzizim Ruhi. Hope all is well with you and your family. Ümid edirəm ki, səninlə hər şey və ailənlə yaxşıdır. I'm very excited to write to you as my birthday is approaching and I need your help in planning a great birthday party. Mən çox həyəcanlıyam ki, ad günüm yaxınlaşır və sənin ad günü partisi üçün planına ehtiyacım var. I was thinking that my birthday party shouldn't just make me happy, but everyone who is going to be a part of it too. Mən düşünürəm ki, mənim ad günüm təkcə məni deyil, ona qoşulan hamını xoşbəxt edəcək. So I thought we could find out what all of them like and plan everything accordingly. Və mən düşünürəm ki, biz hamının nə xoşlayacağını və tapa bilərik və hər şeyi planlaşdıra bilərik. I need your full support to arrange this party. Mən sənin tam dəstəyini istəyirəm bu partini təşkil etmək üçün. Write to me as soon as you can. Lots of love, Daniel. Bacardığın qədər tez mənimlə əlaqə saxla. Sevgilərlə, Daniel. Daniel asks Ruhi to help him to plan his birthday party. Daniel Ruhi'dən öz ad günü partisinə
hazırlaşmaq üçün kömək istəyirdi. Bəli, düzgündür, eybəndidir. Daniel West is approaching and he wants to cancel təxirə salmaq. Xeyr, cancel etmək istəmir axı. Daniel wants to plan everything according to his own taste. Xeyr, öz zövqünə görə deyil, qonaqlarının zövqünə görə istəyirdi planlaşdırsın. Ruhi wants not only Daniel but also everybody to become happy as a party. Ruhi istəmirdi, Daniel istəyirdi ki, hamı xoşbəxt olsun partidə. Daniel has already learned everybody's likes and dislikes. Xeyr, Daniel bilmirdi kim nəyi xoşlayır, nəyi xoşlamır. Ona görə Ruhidən kömək istəyirdi. Dear Jonas, Əziz Jonas, thank you for making it possible for me to go to the Lumos conference in London last week. Çox sağ ol ki, mənim Lumos konfransında Londonda keçən həftə iştirakım üçün köməklik etdin, yəni imkan yaratdın. As you know, it is the biggest technology conference in the country and very important to our work. Sən bildiyin kimi bu texnologiya konfransı ölkənin ən böyük konfransıdır və işləmək çox vacibdir. I learned a lot and I've made some new contacts that will be good for our company. Mən çox şey öyrəndim və yeni əlaqələr yaratdım və bu şirkətimiz üçün çox yaxşıdır. I think we should try to attend the Innovation Day in April as well. Mən düşünürəm ki, biz apreldə innovasiya gününə də baş çəkmək üçün cəhd etməliyik. I focused on talks about robotics as that it's our most interesting area at the moment. Mən indi robotlar haqqında söhbətlərə fokuslanmaq istəyirəm və bu dəqiqə mənim üçün ən maraqlı sahədir. Best regards, Nina. Nina, sevgilərlə Nina. Deməli, baxır, robotics was John's most interesting area at that time. Not at that time, at the moment. Bu dəqiqə onun üçün maraqlıdır. Jonas learned a lot about robotics at the Lumos conference. Lumos konferansda robotlar haqqında öyrənmir axı. Yeni texnologiyalar yeni texnologiyalar haqqında məlumat əldə edir, ancaq robotları indi öyrənmək istəyir. The Innovation Day was held in April. Aprildə keçirilmir innovasiya günü. I think we should try to attend the Innovation Day. Was held, keçirildi deyir, ancaq bu gələcəkdən söhbət edir. Nina thanks Jonas for helping her to participate at the conference. Bəli, cavabımız bəndə olacaq. Nina düşünür ki, Jonas konferansda ona kömək edə bilər. Jonas advises Nina to attend the Innovation Day in April. Xeyr. Read the passage and answer the questions. As the population grows, the world's demand for energy increases. Əhali artdıqca dünyanın enerjiyə olan tələbatı artır. Our supply of petroleum, oil and gas is limited, but the photovoltaic cell, commonly called the solar cell, offers a solution to the problem of a future energy shortage. Bizim neftə olan supply, təminatımız, qaza olan limitimiz və fotovoltaik hüceyrələrin ümumiyyətlə günəş batareyası adlanır bunlar ümumiyyətlə gələcəkdə enerji qıtlığı problemini həll etməyə kömək edəcək. This cell is already an important source of energy. Bu hüceyrələr enerjinin əsas mənbəyidir. In fact, it seems almost like magic. Faktiki olaraq bu sehir kimi görünür. The photovoltaic cell changes sunlight directly into energy. Fotovoltaik hüceyrələr enerjini, güneş ışığını enerjiyə çevirir. Solar energy from the sun is clean, easily available, inexhaustible and free if the equipment is available. Deməli, güneşin, işığın, nə enerjisi deyirəm? Solar, güneş enerjisi enerjini güneşdən alır və təmizdir, əl çatandır, sonsuzdur, pulsuzdur və heç bir equipment tələb olunmur. Heç bir ləvazimat tələb olunmur bunun üçün. Photovoltaic cells have several advantages over just a minute. Unutmuşam. Cells have several advantages over fossil fuels that we use today. Deməli, fotovoltaik, yəni bu hüceyrələrin üstünlüyü qazıntı yanacaqları. Bizim bu günlər istifadə etdiyimiz qazıntı yanacaqlardır. Non-renewable resources, fossil fuels, gas, oil, coal were formed from plants and animals that lived millions of years age. Yenidən istifadə olunan resurslar olan qaz,
neft, kömür, bitki və heyvanlardan milyonlar il bundan əvvəl yaranmışdır. Those plants and animals were able to exist because of the sun. Bu bitkilər və heyvanlar güneşe göre mevcut olmuşlar. Obviously we can't wait a million years for more fossil fuels. Ümumiyyətlə biz artıq bir neçə min il gözləyə bilmərik qazıntı yanacaqlarını. The photovoltaic cell gives us the ability to produce energy directly from the sun. Bu cərlər bizə birbaşa enerjini güneşdən almağa kömək edir. The sun's energy can be transformed for use immediately. Güneşin enerjisi birbaşa transfer olunur, yani köçürülür. The photovoltaic cell is a clean source of energy. Bu hüceyrələr enerjinin təmiz mənbəyidir. Choose the wrong statement according to the passage. Mətndə olan səhv variant axtarırıq. Sunlight is directly transformed into energy by the photovoltaic cells. Düzgündür. Birbaşa güneş enerjisine çevrilir. The solar cell is a clean source of energy. Enerjinin əsas təmiz mənbəyidir, düzgündür. Fossil fuels are more useful than photovoltaic cells. Xeyr. Niye daha çok niye daha çok istifadesi olsun ki? If the equipment is accessible, solar energy is endless and free. Eğer ləvazimatlar əl çatan olarsa, bu zaman güneş enerjisi endless olar. Sonsuz olar, pulsuz olar. Waiting a million years for more fossil fuels to form isn't a solution to the problem. Milyonlarla bu yanacaqları gözləmək problemin həlli ola bilməz. Düzgündür. Cavabımız C bəndi. 9-a baxırıq. What is the passage mainly about? Mətn nə haqqında idi? Energy source of today and the future. Bəli, cavabımız E bəndi. Baxın, E bəndinin işarələnməsi. Fossil fuels that we use today, bugün bizim istifadə etdiyimiz xeyr, the advantages of the photovoltaic cells, hüceyrələrin disadvantajı, yəni üstün olmayan cəhətləri, plants and animals that lived in the past, keçmişdə yaşayan bitki və heyvanlar, xeyr. A solar cell as a polluted source of energy. Çirklənmiş enerji mənbəyi olan hüceyrələr, xeyr. 10. sualımıza baxırıq. Why do we need a new way to produce energy? Because biz niye yeniden enerjini yeni enerji istehsal etmeye ihtiyacımız var. Niye buna ihtiyacımız var? Much more energy is required at present. Bəli, daha çok enerji ihtiyacımız var. The population is decreasing. Xeyr, əhali azalmır, əksinə artır. Today's source of energy, fossil fuels are lacking. Bəli, bugünün fossil fuelu çatışmır. The clean energy source is available in limited supply. Təmiz enerji mənbələri limitlənmiş, təchiz olunub. Limitlidir də onun təchizatı. Cavabımız 1-2 olacaq. The issue of future energy lack is solved by. Gələcək enerji çatışmazlığı necə həll olunur? Baxaq, the photovoltaic cell, bəli, the energy produced from the sun, bəli, 1-2, fossil fuels, xeyr, non-renewable resource, energy from 1-2, cavabımız 1-2 olacaq. 12'ye baxırıq, which statements are true according to the passage? The photovoltaic cell is already considered an important source of energy, düzgündür. Creating energy by the help of solar cells, hardly looking magic, xeyr. Nowadays, both fuels and just a minute, 1-3. And photovoltaic cells are used to produce energy. Bəli, bu günlərdə onlar daha çox istifadə olunur. Those plants and animals that lived millions of years ago made renewable resource fossil fuels. Baxırıq, the rucksack isn't big. Mən bu sualı izah etmişdim. Yadınızda saxlayın. Enough'dan sonra to gəlir. Shortslarda izah etmişdim qısa videolarda. Cavabımız bir bəndə olacaq. Enough to. 14'e baxırıq. It is impossible to solve. It ilə başlayan cümlələr çox vaxt to'lu birləşmələrinə işlənir. Bunda yadınızda saxlayın. 11'lerin qəbuluna, buraxılışına düşmüşdü. 15-ci suala baxırıq. I am worried about.
Yadınızda saxlayın, mən uşaqlara həmişə deyirəm, söz öndən sonra ing gəlməlidir. About sizə gələk ing. Cavabımız forgetting olar. Söz öndən sonra ing axtarın, yəni gerund axtarın. 16-cı suala baxırıq. Complex object həmişə düşür. 11-lərin buraxışına da düşmüşdü. Məhz want sözü düşmüşdü. Want-dan sonra to-nun gəldiyini bilərsinizsə, birbaşa cavabı D-bəndi yaza bilərsiniz. Want sizə gələk obyekt halda olan əvəzlik və to-lu feil. 17-yə baxırıq. Lucy told me, told-dan sonra yadınızda saxlayın ki, to işlənir. Me, baxın bu da complex objectdir. Told, to, on the heating, she felt cold. Lucy mənə dedi ki, she felt cold, turn on the heating, istiliyi yandırım, çünki o üşüyür. 18-ə baxırıq. I imagine being in space with my friends. Mən özümü dostlarımla birlikdə space-də təsəvvür edirəm. Cavabımız D-bəndə olacaq. Imagine-dən sonra gerund gəlir, yadınızda saxlayın. Davam edək 19-cu sualla. I am planning to change olacaq. To be going to kimindir? Bu da indiki davam edicidir və to ilə işlənir. I am planning to change. Məsdər gəlməlidir. 20-ci suala baxırıq. We go to the meeting now. It is necessary for you. Baxın, necessary sizin açar sözünüzdür. Necessary vacib deməkdir. Biz şuradan sonra to olmazlar. Belə variantlar istəyək. Might-dan sonra to olmur. Haven't to ilə işlənmir. Have-dan sonra isə to olmalıdır və cavabınız bircə bir-bəndi qalır. Modal feillərə diqqətli olun. Çünki modal feillər düşür. Gördük ki, 9-ların buraxışında da oldu. 11-lərdə də var. Modal feillər asan bir bölmədir. Sadəcə olaraq tərcüməni bilsəz, yazmaq daha da asan olur. We go to clubs every weekend when we were at college. Every weekend varsa, hər həftə sonu varsa və deməli bizə keçmişdən nəsə bir söz deyir. Used to verir. Biz əvvəllər kollecə gedirdik. Yox, kollecdə olarkən kluba gedirdik. Cavabımız eyvəndir. 22-ci suala baxırıq. Irregular verbs, qaydası feillər istəyir. Remind, grow, grew, grown, 2-dir. 2. Sonra run, ran, 3 düzdür. Promised olur. Take, took, taken. Reach, reached olur. İdi olur. Deməli cavabımız 2, 3, 5, 7. Bir bəndi. Bir bəndi. 23-ə baxın. Are you having a holiday this year? Bu həftə sonu tətilə gedəcəksən. I'm not sure. Mən əmin deyiləm. We might go to Greece. Biz Greece-ə, Yunanistana gedə bilərik. Tərcümə etmək lazım sadəcə olaraq. Yəni əmin deyilsə, deməli gedə bilər. Can, can't verə bilməzsiniz. Çünki bilmək bacarmaqdır. Burada ondan söhbət getmir. We maybe go to Greece. Yox da. We might. Gedə bilərik mənasında. 24-ə baxırıq. Hurry up. The train. Baxın, bunu qısa videolarda izah etmişdim. Bu dəfə 9-larda imtihana düşmədi. Ancaq gələn həftələrdə olan imtahanlarda düşməyəcək deyə bir şey ola bilməz. Yenə də hazırlıqlı olun. Yeni bir proqramdır. 9-lara əlavə olunub. Bunu bilsəz yaxşı olar. Burada is duty olacaq. In 5 minutes olduğu üçün 5 dəqiqəyə. Baxın, zaman olan yerdə yadınızda saxlayın ki, due to veririk. Due to qatar 5 dəqiqəyə yola düşəcək. Ancaq zaman yoxdursa, burada is about to verə bilərik. The audience are in the seats and the performance is about to start. Demək olar ki, mənasında da tərcümə ola bilər. Bu qədər. Kanalımıza abunə olub, like etməyi unutmayın. Sualınız, sözünüz olarsa şərhlərə yaza bilərsiniz. Hələlik.